Hərarəti yüksələn uşaqlar, dolub daşan xəstəxanalar, havaların soyuması ilə birlikdə viruslar yenidən gündəmə gəlib. Son günlər ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında ciddi artım müşahidə olunur. Həkimlər xəbərdarlıq edir ki, bu viruslar xüsusilə uşaqlar və risk qrupuna daxil olan şəxslər üçün ağır fəsadlara yol aça bilər. En çok gördüğümüz infeksiyalar influenza virüsüdür. İnfluenza A, bəzən də influenza B epidemiyaları olmuş olur. Bu infeksiyalar uşaqlarda daha çox qızdırma, burun akıntısı, öskürək, halsızlıq, iştahsızlıq kimi təxmini bir həftə, bəzən 2 həftə olan klinik tablo yaratmış olur. Parainfluenzalar var. Respirator syncytial virüs dediğimiz bir virüs var. O da elə bu aylarda pandemiya yaradır. Xəstələndikdən sonraki valideyn onu çox yaxşı təqib eləyə bilməsi lazım. Xəstənin qızdırmasının olması, qızdırmanın 2 gün, 3 gündən daha çox davam etməsi, öksürəyin şiddəti, uşağın tənəffüs paterninin necə olması, yəni çox halsız olması, devamlı süs halda yatması, tez-tez nəfəs alıb verməsi kimi semptomlar artıq həkimə müraciətin bir səbəbidir. Mütəxəssislər qeyd edir ki, kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə ən effektiv yol profilaktik tədbirlərin gücləndirilməsidir. Bu tədbirlərin başında isə peyvəndlənmə dayanır. Əhalinin sağlamlığının qorunması və kəskin respirator xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi insanları daha məsuliyyətli yanaşmağa, qripə qarşı peyvənd olunmağa, xüsusilə risk qrupuna daxil olan şəxsləri peyvənd olunmağa çağırır. Və bu qrip peyvəndi bütün ölkənin ambulator poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində həyata keçirilir. Həkimlər əhaliyə şəxsi gigiyena qaydalarına riayət etməyi, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etməyi tövsiyə edir. Xəstəlik əlamətləri müşahidə olunduqda isə evdə qalmaq və vaxtında həkimə müraciət etmək vacib hesab olunur.